Bu videoya diqqətlə baxın zəhmət olmasa. Ata evə qayıdır və gözləyir ki, uşaqlar gəlib qapını açsın. Baxın, görün, qəzəb nələrə yol açır. Uşaqlar qapını açmaq üçün biraz gecikirlər. Və nəticədə ata olacaq o şəxs qapının açılmasını gözləməyərək yüksək sürətlə darvazanı darmadağın edərək avtomobilini həyətə salır. Subhanallah. Və az qala öz doğma qızını öldürəcəkdi. La havlə və la qüvvətə illə billah. Həzrət Əli radiyallahu anh buyurmuşdur ki, qəzəb tüm fitnələrin qaynağıdır. Qəzəbə güc gəlməyin ən effektiv yolu da ən başından hislənməməkdir. Rasulullah sallallahu aleyhi və səlləm də buyurmuşdur ki, ən qüvvətli pəhləvan qəzəbinə güc gələ bilən pəhləvandır. Yumuşaq sözlü, üzr istəməyi bacaranlar dünya və axirətdə xilas olanlardandır. Əziz bacı və qardaşlarım, qəzəb elə bir fitnədir ki, nə qadın ilə kişi arasında, nə oğul ilə valideyn arasında, nə qohum əqraba arasında, nə də qonşu arasında sağlam bir bağ qoyar. Hər şeyi məhv edər. Bir rəvayətə görə Həzrət Ömər radiyallahu anh özünə haqsız yerə küfr edən birisinə "Vallahi, əlimlə də, dilimlə də sənə lazımi cavabı verməyə qadirəm" deyir. Amma mən müsəlman oldum. Əvvəlki kimi ağlıma gələni edə, ağlıma gələni deyə bilmərəm. Axirət yurduna iman gətirmiş, edəcəyim hər hərəkətimə görə də cavab verəcəyimi bilməsəydim, sənin hazırki vəziyyətin tamamilə fərqli olardı, deyir. Əziz bacı və qardaşlarım, Allah Subhanahu və Teala bizləri şeytanın şərrindən və öz nəfsimizin fitnəsindən qorusun. Amin.